Torpaq almaq istəyənlərin nəzərinə kəskin bahalaşma olacaq. Belə ki, tikinti bazarı ənənəvi olaraq fevralın sonu, martın əvvəlində canlanır və bu dövrdə fərdi ev tikmək üçün torpaq sahələrinə tələbat artır. Tələb artdıqca qiymətlər də yüksəlir. Bu il xüsusilə perspektiv inkişaf planına daxil olan ərazilərdə torpaq daha çox bahalaşa bilər. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, Masazır, Xocasən, Hökməli, Binəqədi ətrafı və Sulutəpədə tikinti aktiv olduğu üçün burada qiymətlər artımı daha çox gözlənilir. Dənizkənarı ərazilərə də maraq artır, çünki imkanlı şəxslər bağ evi tikməyə üstünlük verir. Bu səbəbdən Mərdəkan, Şüvalan, Buzovna, Bilgəh və Novxanıda torpaq sahələrinə tələbat yüksəkdir. Hazırda bu ərazilərdə qiymətlər 40-50 min manatdan başlayır. Sibriz yaxınlığında isə 70-80 min manata çatır. Bakıda isə əsas tikinti Nərmanov və Xətai rayonlarında gedir. Xətayinin Qaraşəhər hissəsində Babək prospekti və Həzi Aslanov metrosu ətrafında, həmçinin Zığ və Hövsanda tikinti sürətlənib. Bu ərazilərdə qiymət artımı qaçılmaz sayılır və ümumilikdə 20-25% bahalaşma gözlənilir. Qobu Hökməli yolunun yenidən qurulması və Ziya Bünyadovla Heydər Əliyev prospektlərinin kəsişməsində yeni kompleks planı da həmin ərazilərdə qiymətləri artıracaq. Eyni zamanda Qaradağ və Pirallahı rayonlarında, eləcə də Xəzər rayonunun cənub-qərb hissəsində torpaq qiymətlərində ciddi artım gözlənilmir. Bu ərazilərdə qiymətlər ən yaxşı halda cüzi yüksələ bilər.